Salam, bura Sumqayıt şəhəri 15-ci məhəllə 5 nömrəli yataqxanadır. Asan xidmətin arxası, avtovağzala yaxın ərazi. Hal-hazırda burada tikinti işləri gedir. Evimiz başımıza uçur və yəni vəziyyət çox acınacaqlı vəziyyətdir. Evimizdə serebral iflis övladımız var, sağlam imkanları məhdud övladımız var. Cənab prezidentin təqaüdünə aldığı övladıma, dövlətin diqqətində, qayğısında olan uşaqlardan biridir. Sağ olsun dövlətimiz övladımla maraqlanırlar, övladıma diqqət, qayğı göstərirlər. Amma hal-hazırda övladımın bu şəraitdə yaşaması övladıma təhlükə yaradır. Başda Ali Baş Komandanımız cənab prezidentimiz İlham Əliyev cənabları olmaqla, birinci xanım vitse-prezidentimiz Mehriban xanım Əliyeva olmaqla, Sumqayıt şəhər icra başçımız Zakir Fərəcov cənabları sizlərdən çox xahiş edirəm. Övladımın bu şəraitdə yaşamamaq üçün, yəni köməkliyə əlinizi uzadasınız. Vəziyyətimiz çox acınacaqlıdır. Ev övladımın bizim, yəni başımıza uçur. Sizlərdən çox xahiş edirəm. Yəni vəziyyətimiz çox acınacaqlıdır. İlk öncədən öz təşəkkürümü bildirirəm cənab prezidentimiz İlham Əliyev cənabları, birinci xanım vitse-prezidentimiz Mehriban xanım Əliyevaya. Sizlərdən çox xahiş edirəm. Övladım üçün, övladımın bu şəraitdə yaşamamağı üçün övladıma köməkliyə əlinizi uzadasınız. Çox sağ olun, minnətdaram.